Salam müəllimlər, mən sizlərə bugün futsal idman oyunu haqqında testimizin izahını verəcəm və sırf futsal idman oyununa aiddir. Təkmilləşmə testidir. Yəni cəmi 80 testdir. Mən bir balaca bunu 30'unu verəcəm. Çox uzun olmasın. Sonralar yenə izahını verməyə çalışacağım. Birinci sualımızı futsal üzrə ən çox qalib olunmuş ölkə. Biz bilirik ki, Braziliyadır. Braziliyada ümumiyyətlə futbolda, futsalda yaxşı inkişaf etmişdir. İkinci sualımız, futsal oyunu o zamanlar hansı adla oynanılırdı? Futsal oyunu əvvəllər mini soccer adı ilə oynanılırdı. D variantıdır doğru cavabımız. Üçüncü sualımız, futsal oyunu neçənci ildə və kim tərəfdən yaradılmışdır? Biz bilirik ki, futsal oyunu 1930-cu ildə Juan Carlos tərəfindən yaradılıb. Burada da doğru cavabımız A variantıdır. Dördüncü sualımız, futsal üzrə dünya çempionatı hər neçə ildən bir keçirilir? Bəli, 4 ildən bir keçirilir dünya çempionatı. Doğru cavabımız burada C variantıdır. Futsal oyunu neçə bənddən ibarətdir? Biz bilirik ki, futbolda, futsalda 17 bənddən ibarətdir. Burada da doğru cavabımız C variantıdır. Azərbaycanda Futsal Federasiyası neçənci ildə yaranıb? Baxaq, 1994, 92, 93, 98. Azərbaycanda Futbol Federasiyası, futbol deyirəm, üzr istəyirəm, Futsal Federasiyası 1998-ci ildə yaradılıb. Azərbaycanda mini futbola hansı federasiya rəhbərlik edir? Yəqin ki, biz bilirik ki, AFFA-dır. Azərbaycanda Futbol Federasiyası mini futbola da AFFA rəhbərlik edir. Futsalda mərkəz dairənin diametr ölçüləri. Bəli, futsalda mərkəz dairənin diametri 6 metrdir. Radiusu deyilsə isə 3 metr nəzərdə tutulur. 9. Futsal meydanının ölçüləri rəsmi yarışlar üçün maksimum. Bizdə burada enində uzunluğunda maksimum ölçüsünü soruşur. Biz bilirik ki, eni 20-25, uzunu isə 38-42 aralığındadır. Burada maksimum soruşursa, deməli maksimum en, maksimum uzunluq götürməliyik. Cavabımız olur B variantı 25-in 42-yə. Doğru cavab B variantı. 10-cu sualımız, futsalda əsas və əlavə oyundan sonra penaltilərə gedərsə, cəmi neçə dəfə püşk atılır? Bəli, burada da yenə futsalda əsas və əlavə oyundan söhbət gedirsə, biz bilirik ki, əsas oyun vaxtı bir püşk atma keçirir, əlavə oyuna gediriksə bir. Deməli, burada doğru əsas və əlavə oyun, sonra penaltini soruşursa, penaltilərdə isə 2 püşk atmamız olur. Biri qapıya, bir də kim vuracağına. Cəmi 4 püşk atma keçirilir. C variantı 4'dür. 11-ci sualımız. Futsalda mərkəzdən birbaşa rəqib komandanın qapısına qol vurularsa, bəli, mərkəzdən birbaşa rəqib komandanın qapısına qol vurularsa, qol qeydə alınır. Doğru cavabımız A variantıdır. Futsalda 12-ci sualımız, mərkəzdən əgər top birbaşa başlanğıc zərbəni yerinə yetirən oyuncunun qapısına daxil olarsa, baxaq, öz qapıma mən futbolda da, futsalda da nə vaxtsa qapımdan top keçirirəmsə, deməli burada gücdən zərbə təyin edilir. Bizim də burada doğru cavabımız olur D variantı. 13-cü sualımız, futsalda oyun nə vaxt mərkəzdən başlanır? Baxaq, rəqibin qapısından qol keçdikdə, bəli. Birinci və ikinci hissələrin başlanğıcında, bəli, bu da doğrudur. C variantı əlavə edilmiş hissələrin əvvəlində. Bəli, bu da doğrudur. Deməli, burada D variantı olur cavabımız. Bütün cavablar doğrudur. 14-cü sualımız, əlavə hissə necə başlanır? Baxaq. Əlavə hissə hakimin fiti əsasında başlanır püşk atmadan, xeyr.
Komandalar harda, B variantı, komandalar harda oynayacağını öz aralarında müəyyən etdikdən sonra oyun başlanır. Bu da düzgün deyil. C variantı, hansı komanda oynayacağını və hansı komandanın mərkəzdən topa birinci başlamağını püşkətmə ilə müəyyən olur. Bəli, doğru cavabımız C variantıdır. Bəli. Püşkətmə keçirilməlidir. Kimin başlamağı onunla müəyyən edilməlidir. D variantı, əsas hissədə qol buraxan komandanın oyuncuları əlavə hissədə oynaya başlar. Xeyr, səhvdir cavab. Burada doğru cavabımız olur C variantı. 15-ci sualımız. Futsal oyunu 2 hissə birlikdə neçə dəqiqə davam edir? Hər hissəmiz 20 dəqiqədirsə, deməli burada cəmi 40 dəqiqədir. Doğru cavabımız D variantıdır. 16-cı sualımız. Akustik siqnal hansı idman oyununa aiddir? Biz bilirik ki, futsala aiddir. Doğru cavabımız D variantı. 17-ci sualımız. Futsalda hissələr arası fasilə neçə dəqiqədir? 15 dəqiqədir bilirik. Burada da doğru cavabımız C variantı, 15 dəqiqə. 18-ci sualımız. Futsalda əsas hissədən sonra hesab heç-heçə olarsa, oyun necə davam edəcək? Yəni, əsas hissə bitdi, qalib müəyyən etmək mütləqdirsə, deməli, burada əlavə hissəyə gecirik. Burada da 2 dəfə 5 dəqiqəlik oyun oynanılır. Doğru cavabımız D variantıdır. 19-cu sualımız. Futsalda əlavə vaxtın hissələri arasında fasiləyə icazə verilir. Baxaq nə qədər. 1 dəqiqəlik olan fasilə, xeyr. Ayaqqabını dəyişmək fasiləsinə, xeyr. Əvəz etməli yerləşdirməyə fasiləsinə, xeyr. Kiçik su fasiləsinə, bəli, futsalda kiçik su fasiləsinə icazə verilir. 20-ci sualımız. Futsalda top oyun zamanı partlayırsa və qüsurlu vəziyyətə düşərsə, oyun necə davam edəcək? Baxaq. Oyun dayanılmır, hakim təzə topu meydana daxil edir. Xeyr, cavab səhvdir. Oyun dayandırılmır, mübahisəli toplu oyun davam edilir. Xeyr, yenə səhvdir. Topu qüsurlu vəziyyətə salan komandanın oyuncusuya xəbərdarlıq edilir. Yenə səhvdir. Oyun dayandırılır, ehtiyat topla qüsurlu hala düşdüyü yerdə mübahisəli top atmaqla oyun bərpa olunur. Bəli, doğru cavabımız D variantıdır. Mübahisəli topla oyun dayandıqdan sonra oyun bərpa edilir. 21-ci sualımız. Futsalda oyun başa çatdıqdan sonra 6 metr nöqtədən yerinə yetirilən zərbələr oyunun tərkib hissəsi sayılırmı? Xeyr, sayılmır. 22-ci sualımız. Futsal topunun diametri və çəkisi. Futsal topunun diametri və çəkisi biz bilirik ki, diametri 62-64 santimdir, çəkisi 400-440 qram aralığında dəyişir. Doğru cavabımız olur A variantı. 23-cü sualımız. Futsalda əgər top qapı dirəklərindən birinə və ya tirə toxunduqdan sonra partlayaraq və ya qüsurlu vəziyyətə düşərək qapıya daxil olarsa. Baxaq. Qapıdan zərbə təyin edilir. Xeyr. B variantı qol qeydə alınmır. Xeyr. C variantı mübahisəli toplu oyun davam edir. Xeyr. D variantı qol qeydə alınacaq. Bəli, doğru cavabımız D variantıdır. Çünki tirə və ya belə deyək, qüsurlu vəziyyətə düşdükdə top əvvəlcədən olsa, ancaq qol qeydə alınmazdı. Tirə dəydikdən sonra qapıdan keçirsə, qol qeydə alınır. 24-cü sualımız. Futsalda əgər top 6 metr zərbə zamanı irəli hərəkət etdikdən sonra hər hansı bir oyuncuya qapı tirə və ya qapı dirəkləri toxunmasından əvvəl qüsurlu hala düşərsə, 6 metrlik məsafə zamanı olur və yaxud ki, sualın elə bil ardıcıllığıdır. Burada isə 6 metrik zərbə təkrarlanır. Çünki hərəkət etdikdən 6 metrik zərbəni hərəkət etdikdən sonra heç bir oyuncuya qapı tirinə dəymədiyi üçün 6 metrlik zərbə təkrarlanır. Doğru cavabımız C variantıdır. 25-ci sualımız. Futsalda neçə ofsayd var? Xeyr, futsalda ümumiyyətlə ofsayd yoxdur. Doğru cavabımız D variantıdır. Futsalda meydan daxilində cəmi komandaların sayı neçə nəfərdir? Biz bilirik, hər komandada 5 nəfər oyuncu olur. Cəmi soruşuldusa 10 nəfərdir. B variantı 10 nəfər. Mübahisəli top zamanı neçə metr məsafə gözlənilməlidir?
Mübahisəli top zamanı 2 metr məsafə gözlənilir futsalda. Ümumiyyətlə ən qısa məsafədən top nə zaman vurulur deyildikdə futsalda birinci biz mübahisəli topu nəzərdə saxlayırıq. Mübahisəli topun cavabı da deməli. Ancaq futbolda isə qısa məsafə aralığı 2 metr yan xəttdəndir. Mübahisəli top isə 4 metrdir. 28-ci sualımız. Futsalda bir yaxud bir neçə oyunçunun bilərəkdən oyunu meydanı tərk etməsi nəticəsində komandanın 3 nəfərdən az oyuncusu qalarsa, hakim oyunu necə davam etdirməlidir? Baxaq. A variantı oyun dayandırılır və həmin komandaya texniki məğlubiyyət verilir. Bəli. Elə doğru cavabımız A variantıdır. 29-cu sualımız. Futsalda əvəz etmə. Ümumiyyətlə, futsalda əvəz etməyə limit yoxdur və çıxan oyuncu geridə qayıda bilməz. İstənilən qədərdir. D variantı cavab. Doğru cavabımız D variantıdır. 30-cu sualımız. Futsalda oyun zamanı eyni zamanda isinmə hərəkəti edə biləcək komandaların, ehtiyat oyuncuların sayı ən çox neçə nəfər ola bilər? A variantı 9. B variantı 3, C variantı 4, D variantı 5. 5 nəfərdir. Ehtiyat oyuncular 5 nəfər. Doğru cavabımız 5 nəfərdir. Bu qədər müəllimlər çox uzun getməsin, yorucu olur biraz testlər uzun olduqda. İnşallah yerdə qalan 80 sualdır futsalda. Təkmilləşmə testi sırf futsala aiddir. Hər bir xırdalıqlarlandır. İnşallah yerdə qalanların da izahını verərik. Sağ olun.